Bu seçkilerden sonraki ilk görüşüydü. Ermenistan'daki seçkilerden sonra ve görüşün ilkin nəticələrindən biri de olur ki, növbəti görüşdə yaxın zamanlarda çox güman ki, Azərbaycan ərazisində keçiriləcək. Yəni buna diplomatiyada e, saatların yoxlanılması deyilir. Yəni qarşı tərəflər bir-birinin obraz desək saatını yoxdur ki, vaxtımız eyni istiqamətləmiş deyir, zaman deadline'larımız, zaman kəsimlərimiz eynidirmi, əvvəl verdiyimiz sözlər yerindədirmi və bundan sonra hansı adımlar atmaq lazımdır. Bu nöqteyi nəzərdən önemli bir görüş olduğunu düşünürəm. Və TRIP layihəsinə gəldikdə isə, TRIP layihəsi Cənubi Qafqazın belə deyək də, gələcəkdə dünya iqtisadiyyatına açılış üçün çox önemlidir. Bunu Ermənistan bağlayır. Ermənistan o coğrafi və iqtisadi dalandan çıxmaq istəyirsə, təbii ki, bu məsələlər bir dəfəlik həllini tapmalıdır və yollar açılmalıdır. Və sentyabr ayından da texniki sənədləşdirmə işləri bitir və artıq real işlər başlanılır. Bu deməkdirmi ki, Rusiya, İran buna mane olmağa çalışmayacaq? Yox, çalışacaqlar. Biz buna hazır olmalıyız. Amma gücləri çatacaq mı? Bu sualdır. Bu sualdır. Bugün Ukraynada batan Rusiya yeni özünə gəlmək istəyib, anlaşmaq istəyən İran mane ola bilərmi? Məncə ciddi əllərində uçaklar yoxdur, amma buna cəhdlər edəcəklər. İndi bu yolun niyə bu qədər əhəmiyyəti var? Bir-iki cümlə ilə də onu deyim. Siz bu Hörmüz ətrafında baş verənlər, dəniz limanlarında, dəniz yollarında baş verənlər bir daha quru daşımacılığın önəmini alır. Əvvəllər niyə rəqabət çox da yox idi? Quru daşımalar, yəni dəmir yolu ilə gəmi arasında. Çünki həddindən artıq böyük qiymət fərqi var idi. Yəni gəmi o qədər ucuz idi ki, insanların heç ağlının ucundan da keçmirdi ki, vaqonlarla yük daşınırlar. İndi demək olar ki, aşağı yuxarı az qala bərabərləşir. Gəmi daşımalığı, qiyməti, maliyyəti artır. Və yaxın zamanlarda onun da ucuzlaşacağını düşünmürəm. Niyə? Çünki sığorta bahalaşdı bu müharibə şəraitindən sonra. Dronların göylərdə uçuşması, müharibə təhlükəsi sığortanın qiymətini qaldırdı. Deməli, sığorta artırsa, gəmi ilə yük daşımanın maliyyəti də artır, dəyəri də artır. Ona görə də dəmir yollarının önəmi artır, bu bir. İkincisi, zaman getdikcə özü bir pula çevrilir. Zaman özü puldur. Yəni gəmi ilə, məsələn, Çindən, Şanxaydan çıxan bir gəmi yükü Londona ən yaxşı halda 45 günə, 50 günə çatdıra bilirsə, ən yaxşı halda, yenə təkrar edirəm. Bəzən 2 aydan çox çəkir. Amma quru yolla, Azərbaycandan keçməklə, TRIP layihəsini nəzərə alaraq, hətta Bakı-Tbilisi-Qars dəmir yolunu nəzərə alaraq, bunu da kənara qoymaq lazımdır. Bu da Azərbaycanın uğurlu layihələrindən biridir. Çindən çıxan bir qatarın, blok qatarının 16 günə Londona çatması, 18 günə Avropaya çatması mümkündür. Yəni 16-18 günə. Bu böyük maliyyətdir. O pul, həm də zamanın az olması pul dövriyyəsini, mal dövriyyəsini artıracaq. Əvvəllər sifarişləri ildə 6 dəfə, 5 dəfə eləyən şirkətlər indi 8-10 dəfə sifariş verməyə, belə deyək də, imkanları və fürsətləri yaranacaq. Bu nöqteyi nəzərdən TRIP layihəsi Cənubi Qafqazın, Orta Asiyanın gələcəkdə dünya iqtisadiyyatına daha çox inteqrasiya olmağa, daha çox tranzit gəlirləri qazanmağa, daha çox logistik mərkəz olmağa imkanlar yaradır və bu anlamda Azərbaycanın çox açıq üstünlüyü var. Çünki Azərbaycan hətta bu layihələrin planda olmadığı bir dövrdə Bakı limanını yenidən qurdu, yük daşımanı artırdı. Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. O vaxt heç bir maliyyə institutu bizi maliyyələşdirmirdi, kredit vermirdi Azərbaycana. Amma Azərbaycan öz gücü hesabına 800 milyon dollara çəkdi bu yolu və indi bunun bəhrəsini görür. Yəni bu nöqteyi nəzərdən Azərbaycan coğrafi mövqeyinə görə də logistik mərkəzə çevrilə bilər. Mən əminəm ki, İran da açılacaq, İran da dəyişəcək, artıq dəyişir. Bundan sonra daha çox dəyişəcək. 90 milyonluq İran bazarına giriş əldə edəcəyik. Orta Asiya respublikalarının belə deyək, məl və məhsul dövriyyəsinin mərkəzində yer alacaq. Yəni bu anlamda Ermənistan da əvvəlki o xisletindən əl çəkib normallaşma sürəcini davam etdirsə, Azərbaycanla birgə onlar da böyük dividendlər, böyük qazançlar əldə edə biləcək.